Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzən həyatımızda elə dövrlər olur ki, hər şey sanki eyni anda dəyişməyə başlayır. Yeni xəbərlər, gözlənilməz görüşlər, maddi məsələlər və uzun müddətdir təxirə salınan qərarlar gündəmə gəlir. Astroloji yozumlara görə avqust ayında xüsusilə 3 bürc üçün hərəkətli və maraqlı bir dövr yaşana bilər. Əgər sizin və ya yaxınlarınızın arasında bu bürclərdən biri varsa, videonun sonuna qədər dinləyin. Birinci bürc buğadır. Boğa bürcü nümayəndələri uzun müddətdir səbir göstərdikləri bir məsələdə nəhayət irəliləyiş görə bilərlər. Bu məsələ iş, pul, ailə və ya şəxsi planlarla bağlı ola bilər. Əsas diqqət çəkən məqam isə qərar vermək üçün daha əlverişli şəraitin yaranmasıdır. Boğa bürcləri adətən risk etməzdən əvvəl hər şeyi düşünməyi sevirlər. Avqust ayında isə qarşılarına çıxan bir fürsəti çox uzun müddət gözlətməmələri məsləhət görülür. Çünki kiçik görünən bir imkan sonradan daha böyük nəticəyə çevrilə bilər. Maddi məsələlərdə isə planlı davranmaq vacibdir. Gözlənilməz bir xərc çıxa bilər, amma düzgün büdcə ilə bu vəziyyəti idarə etmək mümkündür. İkinci bürc əkizlərdir. Əkizlər üçün avqust ayının əsas mövzusu ünsiyyət və yeni xəbərlər ola bilər. Gözlənilməyən bir telefon zəngi, mesaj və ya görüş onların planlarında dəyişiklik yarada bilər. Əkizlər bəzən eyni anda bir neçə işə yönəlirlər və bu da diqqətlərini bölə bilir. Bu ay onlar üçün ən düzgün seçim prioritetlərini müəyyənləşdirmək olacaq. İş və karyera baxımından yeni bir təklif və ya yeni layihə haqqında düşünmək gündəmə gələ bilər. Əgər qarşılarına maraqlı bir seçim çıxarsa, qərar verməzdən əvvəl bütün detalları diqqətli araşdırmaları daha yaxşıdır. Şəxsi münasibətlərdə isə keçmişdə yarımçıq qalmış bir söhbətin yenidən gündəmə gəlməsi mümkündür. Açıq və sakit danışıq bir çox anlaşılmazlığın aradan qalxmasına kömək edə bilər. Üçüncü bürc isə şirdir. Şir bürcü üçün avqust ayı özünə və yeni başlanğıclar baxımından diqqət çəkən ola bilər. Uzun müddətli həyata keçirmək istədikləri bir plan yenidən gündəmə gələ bilər. Şirlər üçün bu dövrdə əsas məsələ tələsmədən, amma qərarlı şəkildə hərəkət etməkdir. Qarşılarına çıxan hər fürsət mütləq doğru seçim demək deyil. Ona görə də emosiyadan çox məntiqi üstünlük vermək faydalı olacaq. İş həyatında yeni məsuliyyət və ya yeni bir istiqamət ortaya çıxa bilər. Ətrafdakı insanların dəstəyi də şirlərin motivasiyasını artıra bilər. Münasibətlərdə isə səmimiyyət ön plana çıxır. Qarşı tərəfin fikirlərini dinləmək və öz hisslərini açıq şəkildə ifadə etmək münasibətləri daha da gücləndirə bilər. Beləliklə, boğa, əkizlər və şir bürcləri üçün avqust ayı müxtəlif istiqamətlərdə yeniliklər və qərarlarla yadda qala bilər. Amma unutmayın, bürc yozumları elmi proqnoz deyil və əyləncə məqsədi daşıyır. Həyatınızdakı mühüm qərarları yalnız bürc məlumatlarına əsasən verməyin. Əsas olan sizin seçimləriniz, zəhmətiniz və real vəziyyəti düzgün qiymətləndirməyinizdir. Əgər sizdə bu üç bürcdən birisinizsə, avqust ayında qarşınıza çıxan imkanları diqqətlə dəyərləndirin. Bəlkə də gözlədiyiniz dəyişiklik düşündüyünüzdən daha yaxın ola bilər.